Akıl Bakdatı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Salam mənim gözəl və şirin şəkər balalarım. Bu gecə Zorba Ayı adlı nağılı dinləməyə hazırsınız? O zaman gəlin, sizlər üçün bu nağılı danışım. Gözəl bir yaz səhəri idi. Meşədə bütün heyvanlar tezdən oyanıb işlərinə başlamışdılar. Təkcə ayıdan başqa. Quşların cıvıltısı ayını yuxudan oyatdı. Əsəbi halda yerindən qalxdı. Birdən qarnı quruldadı. Ac idi. Üzünü yumadan meşəyə çıxdı ki, yemək üçün bir şey tapsın. Ürəyi bal yemək istədi və düz arıların yuvasına tərəf getdi. Gördü ki, arılar bal satır. Bütün heyvanlar da bal almaq üçün sıraya düzülüblər. Ayının isə sırada dayanmağa heç həvəsi yox idi. Üstəlik, bal üçün pul vermək fikrində də deyildi. Əsəbi halda gəlib, arıların böyük bal qabını götürdü və yoluna davam etdi. Arılar onun arxasınca uçub səsləndilər. Ayı, ayı, o bal bizimdir. Onun pulunu ödəməlisən. Həm də bal almaq istəyirsənsə sırada dayanmalısan. Ayı isə onları qorxutmaq üçün guruldadı və qəzəblə bağırdı. Əgər bir də etiraz etsəz, yuvalarınızı dağıdaram. Bundan sonra bütün ballar mənim olacaq. Başa düşdünüz? Qorxmuş arılar yuvalarına qayıtdılar. Bu hadisə bir neçə dəfə təkrar oldu. Hər dəfə ayı bütün heyvanları itələyərək gəlib ən böyük bal qabını götürür, pulunu da ödəmirdi. Bəzi arılar dedilər. Gedək ayını sancaq. Lakin yaşlı arılar dedilər. Yox, onu sancmağın faydası yoxdur. Dərisi çox qalındır. Əzizlərim, onu da deyim ki, ayı təkcə arılarla deyil, hamıyla belə rəftar edirdi. Bütün meşə sakinləri ayının bu hərəkətlərindən cana doymuşdular. Heyvanlar qərara gəldilər ki, onunla danışsınlar. Dəfələrlə yaşlı heyvanlar onunla danışıb nəsihət etdilər. Lakin ayı onların sözlərinə qulaq asmadı və öz zorba hərəkətlərinə davam etdi. Yazıq arılar ümidlərini itirib bal satmağı dayandırdılar. Ertəsi gün heyvanlar səhər yeməyi üçün bal almağa gəldilər. Amma bal yox idi. Sonrakı günlərdə də eyni hal davam etdi. Nəhayət, heyvanlar birləşib zorba ayı ilə mübarizə aparmaq qərarına gəldilər. Bütün heyvanlar bir yerdə plan qurdular və işə başladılar. 2 gün sonra arılar yenidən rahat şəkildə bal satmağa başladılar. Ayı səsküydən anladı ki, arılar yenidən bal satırlar. Tələsik arıların yuvasına doğru qaçdı. Lakin tam yuvaya yaxınlaşanda birdən-birə böyük bir çuxura düşdü və çırpınıb qışqırmağa başladı. Heyvanlar cəld meşənin kənarına qaçdılar. Oradan bir yol keçirdi. Heyvanlar yolun kənarında hoppanıb düşərək səsküy salmağa başladılar. Nəhayət, insanların diqqətini çəkdilər. İnsanlar heyvanların ardınca gedib ayını çuxurda tapdılar. Heyvanların hərəkətlərindən anladılar ki, bu ayı onları narahat edib. Orada olan bir nəfər zoopark işçilərinə zəng edib məsələni izah etdi. Zoopark işçiləri gəlib
Zorba ayını şəhər zooparkına apardılar. Ayı meşədən gedəndən sonra heyvanlar böyük bir bayram etdilər. Arılar isə bütün heyvanlara təşəkkür etmək üçün ən yaxşı ballarını gətirdilər. O gündən bəri bütün heyvanlar xoşbəxt və mehriban yaşadılar. Bəli, əziz balalar, zorbalıq, kobudluq çox pis rəftarlardır. Zorba insanlardan heç kəsin xoşu gəlmir. Əgər sizin ətrafınızda belə insanlar varsa, bu nağılı onlarla paylaşın. Qoy görsünlər ki, zorbalıq edənlərin aqibəti necə olur. Onda öz səhvlərini başa düşərlər. Nağılımız barədə şəkil çəkib bizə göndərməyi unutmayın. Gecəniz xeyrə qalsın, mənim mehriban balalarım. Yuxunuz şirin olsun.